Biz Türk millətçisiyik və Türk millətçiləri olaraq bizim partiyamız və təşkilatımız biz elə bilirdik MHP-dir. Bəli, Türkiyədəki MHP. Biz elə bilirdik ki, MHP Türk millətçisi Turan Türk davasına sadiq bir partiya təşkilatıdır. Və bu partiyanın başqanı Dövlət Baxçalının qrup toplantısında çıxıb deməsi ki, terrorist başı Öcalan, baxın, terrorist başı Öcalan gəlsin, parlamentdə çıxış etsin, PKK-nin ləğvini, təsviyəsini elan etsin. Bu çıxış etməsi biz Türk millətçilərin həddən artıq qəzəbləndirdi. Bəli, qəzəbləndirdi. Biz Millətçi Hərəkat Partiyası, yəni MHP-ni Türk partiyası bilirik. Türk millətçilərinin partiyası təşkilatı bilirik. Amma hörmətli Baxçalının bu çıxışı qəbul edilməz və yol verilməzdir. Terrorla, terrorist başı ilə masaya oturmaq vətəndaşa, xalqa ən böyük xəyanətdir. Baxın, Millətçi Hərəkat Partiyası MHP-nin gəlin keçmişinə baxaq. MHP 60-ın sonlarında yaradılmış köklü partiyadır. Yarandığı ilk gündən Türk millətçisi partiyası olmuşdur. Türk millətçilərinin partiyası olmuşdur. İndi gəl gör ki, MHP Amerikanın dərin güc qanadına və CIA kəşfiyyatına canla başla xidmət edən bir təşkilat halına gəlmişdir. Daha doğrusu təşkilat deyil, siyasi mərkəz rolunu oynayır. Bəli, MHP Amerikanın dərin güc qanadına və Amerikanın CIA təşkilatına canla başla xidmət edən bir siyasi mərkəzdir. Və biz Türk millətçiləri olaraq buna etiraz edirik. Milyonlarla xalqın qanını içən, qanını tökən bir terroristi qazi məclisə dəvət etməkmi olar? Sual edirəm o partiyanın başqanı hörmətli Baxçalıya. Olmaz. Terror və terroristlə masaya oturmaq millətə, vətəndaşa, məmləkətə xəyanətdir.